Həqiqətən Allah mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey möminlər, siz də gətirin. Allahın salavat nədir? Dərgahında tərifləməsi. Mələklərin salavat nədir? Dua. Siz də edin, deyir. Salavat əslində duadır. Deyirsən, Allahım, sənin salam və salavatın olsun Peyğəmbərimizə, onun nədir? Əhl-i beytinə. Baxın, ruhu sakitləşdirən, ümidləri dirildirən ən saf zikirdir. Qəlbin nurudur, ruhun rahatlığıdır, həyatın bərəkətidir. Salavat və salamla dil nurlanar, saflaşar, qəlb yumşalar, dua ucalar. Salavat və salam bərəkət və mərhəmətdir, qapıları açar, yolları aydınlatar. Kim salavat və salamı çoxaldarsa, Allah onun qəlbinə aramlıq, həyatına gözəllik, dualarına qəbul bəxş edər və öz mərhəmətinə daha da yaxınlaşdırar. Çünki salavat və salam insanı tək buraxmayan, ürəyi boş qoymayan ilahi bir hədiyyədir. Buna nədir? İlahi bir hədiyyə kimi baxmaq lazımdır. Çünki həqiqətən də budur. Bunda böyük bir nemətlər var. Baxın, deyək ki, salihlərdən birisi bir alimin dərsində oturur, hər gün dərsdən sonra, sübh namazından sonra günəş çıxana qədər deyir, salavat gətirirəm 1000 dəfə. Soruşur, 1000 dəfə olar mı? 1000 dəfə, 2000, 3000, nə gedərsən çox et. Hədd qoyma ki, mən bugün edəcəm, bu qədər. Deyək ki, nə faydasını gördün? Deyir, Allah həmd olsun ki, deyir, Rasulullah s.ə.v deyir, 4 dəfədə yuxuda gördüm, deyir. Baxın, nə gözəl bir şey. Həmçinin bu nə deməkdir? Gözəl Peyğəmbərimizə yaxınlıq deməkdir. Qorxu, narahatlığı aradan qaldıran ən gözəl zikirlərdən birisi deyir.